Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkets Global Broker şirkətinin hər birisi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksindən başlayaq. Bildiyimiz kimi dollar indeksi 3 mart tarixindən etibarən düşən trendə başladı və həmin trend hələ də davam edir. Biz qeyd etmişdik ki, nə qədər ki qiymət günlük əsasda birinci müqavimət səviyyələrinin altında bağlanırsa, bu düşən trendin davam edəcəyinə dair bir güclü siqnaldır və diqqət etirsəniz dollar indeksi 3 mart tarixindən etibarən düşən trenddə davam edir. Təbii bunun başlıca səbəbi Trump administrasiyasının faizləri aşağı salmaqla bağlı niyyətləridir. Ümumiyyətlə bildiyimiz kimi 2025-ci il tarixində Amerikanın təxminən borcunun təxminən 27%, yəni 10 trilyon dollara yaxın borcun müddəti bitir. Yəni xəzinə istiqrazlarının müddəti bitir. Ya bu borcu geri qaytarmalıdır, ya da ki, ümumiyyətlə bu borcu yenidən maliyyələşdirməlidir. Yəni yeni istiqraz buraxaraq bu borcları maliyyələşdirməlidir, yenidən maliyyələşdirməlidir. Qeyd edək ki, bu borclar yəni uzun müddət əvvəl alındığı üçün həmin vaxtı bu xəzinə fondlardan illik əsasda ortalama faiz gəlirliyi 2,5%-dir. Yəni bir anlamda Amerika bu borclara görə illik əsasda ortalama 2,5% faiz ödənişləri etmiş olur. Həmin o istiqrazları alan şəxslərə və yaxud da ki, şirkətlərə və yaxud da ki, hər hansı bir xarici ölkəyə. Lakin hal-hazırda diqqət etirsəniz, 10 illik xəzinə bondlarının ortalama faizi təxminən 4,20-dir. Yəni, Amerika yenidən həmin o borcları qaytarmaq üçün yenidən maliyyələşdirmə proqramı həyata keçirərsə və yaxud da yenidən xəzinə bondları işləyərsə bazarda, bu vaxtı həmin xəzinə bondlarının faizi illik əsasda təxminən 4,20% olacaq ki, bu da təbii çox yüksəkdir. İndiki vəziyyətdə belə Amerika təxminən 1 trilyon dollar 2025-ci il üçün təxminən 1 trilyon dollara yaxın təkcə faiz ödənişləri, yəni həmin o xəzinə bondlarından olan faiz ödənişlərini həyata keçirməlidir ki, bu da ümumi götürdükdə isə Amerikanın hərbi büdcəsindən də daha yüksəkdir. Ona görə Trump administrasiyasının başlıca məqsədi bond faizlərini aşağı çəkməkdir və ümumi fonda isə federal ehtiyatların faizləri aşağı salmasını belə deyək, bir mənada istəyirlər. Təbii faizlərin aşağı salmasını da makro traderlar bir mənada öncədən proqnoz edirlər və ona görə də dollarda satışlar hələ də davam etməkdədir. Bu nə qədər davam edəcək? Bunun cavabı bu gün açıqlanacaq inflyasiya göstəricilərinə bağlı olacaq. Bildiyimiz kimi federal ehtiyatların ümumiyyətlə faizlə bağlı qərarını iki faktor təyin edir. Biri əmək bazarı. Əmək bazarı bir öncəki dəfə açıqlanan göstəricilər təbii çox müsbət də deyildi, amma negativ də deyildir. İşsizlik ümumi baxdıqda 4,1% ətrafındaydı. NFP isə bir mənada gözləntilərin altında olsa da bir öncəki dəfədən yuxarı idi. Yəni əmək bazarında müəyyən mənada hələlik sağlam tendensiya özünü saxlayır. Lakin inflyasiya bu gün üçün açıqlanacaq inflyasiyada gözləntilər 2,9%-dir. Əgər inflyasiyada müəyyən mənada illik əsasda artım olarsa və yaxud da aylıq əsasda inflyasiyanın, yəni fevral ayı üçün inflyasiyanın 0,3% artacağı proqnoz edilir. Lakin Trumpın tarif siyasətinin inflyasiya təzyiq edərsə və inflyasiyada bir mənada artım olarsa, bu federal ehtiyatların yaxın zamanda faizləri aşağı salması ilə bağlı gözləntiləri daha da azalda bilər və dollar indeksində düşüş davam edə bilər. Təbii bütün bunların fonunda bu gün açıqlanacaq inflyasiya xəbəri xüsusi önəm kəsb edir və investorların yaxından izləyəcəyi bir xəbərdir. Texniki olaraq isə, hörmətli traderlər, gün ərzində dollar indeksi nə qədər ki, birinci müqavimət səviyyəsi olan, yəni bu gün üçün 103,429 səviyyəsini qırıb qiymət yuxarıda bağlanmazsa, biz dollar indeksində düşüşün davam edəcəyini müşahidə edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi avro-dollar valyuta cütlüyü 3 martdan etibarən güclü bir qalxış trendinə başlayıb və trend hələ də davam etməkdədir. Diqqət etirsəniz, nə qədər ki, həmin tarixdən etibarən qiymət ancaq birinci dəstək səviyyələrinin üzərində bağlanmaqda davam edib günlük əsasda və təbii ki, avroda olan yüksəlişin əsas səbəbi birincisi Avropa Birliyində, xüsusilə Almaniyanın dövlət xərcləmələrini artırması ilə bağlı planıdır. Bir digər tərəfdən isə təbii ki, dollar indeksinin aşağı düşməsi bir mənada avroya müsbət təsir edən faktorlar arasındadır. Baxmayaraq ki, Avropa Mərkəzi Bankı faiz aşağı salmışdır, lakin avro-dollar valyuta cütlüyü hələ də yüksəlməkdə davam edir. Və gün ərzində avro-dollar valyuta cütlüyündə
bu gün üçün birinci dəstək səviyyəsi olan 1.08521 səviyyəsi qırılıb və qiymət həmin səviyyənin, yəni birinci dəstək səviyyəsinin altında bağlanmazsa, biz avro-dollarda qalxış trendinin davam edəcəyini proqnoz edə bilərik. Lakin təbii ki, trend müəyyən mənada davam etdikdən sonra müəyyən bir konsolidasiya yəni mərhələsinə daxil olur. Ona görə də biz diqqətlə izləməliyik. Əgər bu gün müqavimət səviyyəsi, yəni birinci müqavimət səviyyəsi 1.09669 səviyyəsi qırılıb qiymət onun üzərində bağlanarsa, biz avro-dollarda qalxış trendinin daha da güclü şəkildə davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz İngilis funtu və dollar valyuta cütlüyüdür. Təbii İngilis funtu və dollar valyuta cütlüyü də 3 martdan etibarən qalxış trendinə davam etdi. Lakin diqqət etirsəniz 10 mart tarixində bir mənada fund birinci dəstək səviyyəsinin altına bağlanmış olur. Bu bir mənada qalxış trendinin zəiflədiyini göstərən bir faktordur və həmin bu faktordan dolayı bir mənada GP fond müəyyən bir konsolidasiyaya daxil olub. Lakin dünən, yəni 11 mart tarixi etibarilə qiymətin yenidən birinci müqavimət səviyyəsini yuxarı yöndə qırması və bazarın həmin səviyyənin üzərində bağlanması İngilis funtu və dollar indeksində qalxış trendinin hələ də davam etdiyini göstərir. Gün ərzində əgər qiymət birinci dəstək səviyyəsi olan 1.28934 səviyyəsini qırıb həmin səviyyənin altına bağlanmazsa, biz İngilis funtu və dollar indeksinin də qalxışının davam edəcəyini proqnoz edə bilərik. Lakin xüsusilə Amerikadan açıqlanacaq xəbər fonunda İngilis funtu və dollar indeksi aşağı yönlü korreksiya edə bilər və yaxud da müəyyən bir konsolidasiyaya daxil ola bilər. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz neftdir. Brent markalı neftə diqqət etirsəniz, ümumiyyətlə düşüş trendində davam edirdi. Sadəcə 7 mart tarixində müəyyən mənada yuxarı bir korreksiya etmiş oldu. Lakin 10 mart tarixindən etibarən neftin qiyməti yenidən birinci dəstək səviyyəsinin altına bağlanmış oldu və hal-hazırda neftin qiyməti müəyyən bir konsolidasiya sahəsinə daxil olur. Diqqət etirsəniz, dünən etibarilə neftin qiyməti, daha doğrusu 11 mart tarixi etibarilə neftin qiyməti nə birinci dəstək səviyyəsinin üzərində bağlanıb, nə də ki, birinci müqavimət səviyyəsinin üzərində bağlanıb, nə də ki, birinci dəstək səviyyəsinin altına bağlanıb. Hal-hazırda neft müəyyən bir range içərisində ticarət olunur. Gün ərzində neftin qiyməti birinci dəstək səviyyəsini qırarsa, yəni bu gün üçün 68.90 səviyyəsinə qırıb onun altına bağlanarsa, biz neftin qiymətdə düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Lakin ümumi qlobal olaraq baxdıqda neftin qiyməti düşən trenddə davam edir. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Bildiyimiz kimi S&P 500 indeksi təxminən 20 fevraldan etibarən düşən trenddə davam edir. Və həmin tarixdən etibarən qiymət ancaq birinci müqavimət səviyyələrinin altında bağlanır, diqqət etirsəniz günlük əsasda. Və təbii ki, S&P 500 indeksinin düşməsi eyni zamanda Amerikanın resessiyaya daxil olurmu sualını doğurur. Təbii S&P 500 indeksinin düşməsinin başlı səbəbi ümumiyyətlə Amerikan səhəm bazarı həddindən artıq çox yüksəlmişdi. Və bir digər faktor xüsusilə biz biraz öncə qeyd etdiyimiz kimi Trump'ın faizləri aşağı salmaqla bağlı siyasətidir. Bu bir mənada Amerikanda faizlərin aşağı düşməsi və dollara olan tələbin azalması fonunda investorlar daha çox öz yatırımlarını digər ölkələrə, xüsusilə Avropa Birliyi, İngiltərə və o cümlədən Çinə yönəltməyə doğru belə deyək pozisiyaya açırlar və bundan dolayı da bir mənada bu S&P 500 indeksinin olan düşüşləri daha da sürətləndirmiş olur. Bu gün Amerikadan açıqlanacaq inflyasiya göstəriləri S&P 500 indeksində düşüş trendinin davam edib etməyəcəyinə dair xüsusilə önəm kəsb edir. Çünki əgər inflyasiyada hər hansı bir artım olarsa, biz S&P 500 indeksinin daha da bir mənada düşəcəyini proqnoz edə bilərik. Çünki əgər inflyasiya yüksəlirsə, bu bir mənada federal ehtiyatların hələlik faizi azaltmayacağı anlamına gəlir. Təbii ki, faizləri azaltmayacaqsa, bu bir mənada dolların yüksəlməsi və eyni zamanda fond indeksinin aşağı düşməsi anlamına gəlir. Ona görə bu gün açıqlanacaq xəbərləri, xüsusilə Amerikadan inflyasiya xəbərini diqqətlə izləmək lazımdır. Və gün ərzində S&P 500 indeksi nə qədər ki, birinci müqavimət səviyyəsi olan 5691 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində düşüşün davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.